Burada gözləyim, məsələni aydınlaşdırım. Mən gələnə qədər sən burada qal. İndiyədək tipsdə öz qullarının qıtlıqda xərclərini ödəyə bilmədikləri üçün 400 qulun sahibi onları köləlikdən azad ediblər. Bu keçmiş qullar artıq yoxsullardan hesab edilir. Onlara buğda pulsuz verilməlidir. Nə üçün havayı buğda verirsiniz? Niyə o qulları işə götürmürsünüz? Məncə sizin buğdanı bölmək, ambarları idarə edib qorumaq üçün çoxlu işçilərə ehtiyacınız var. Onlara işlərinin müqabilində buğda verin. Afərin Əsnad. Çox əlverişli təklif söylədin. Mən cənab Axnatun və Nefertiti xanıma minnətdar olmalıyım ki, mənim üçün sənin kimi ağıllı bir həyat yoldaşı seçiblər. Əgər belə olsa, biz işçi qüvvəsi azlığının ziyanını bu qulların köməyi ilə aradan qaldırarıq. Salam olsun hikmət sahibi cənab Yüzarsifə. Allahın salamı olsun sənə. Cənab, mən şəhərin şərq darvazasından gəlmişəm. Müttəfiq qonşu ölkələrdən birinin vətəndaşları bizim ölkədən buğda almaq üçün gəliblər. Onlarla nə edək? Onların qıtlığa düçar olub olmadıqlarına diqqət eləyin. Qeyri ölkələrin əhalisinə buğda verməyə borclu deyilik. Biz qıtlığa düçar olmuş bütün ölkələrin adlarını elan eləyəcəyik. Suyu istifadənin qarşısını almaq üçün hər kəsə bir ayın buğdasından, yəni 12-dən artıq verməyin. Qiymətini də bolluq zamanında olduğu kimi hesablayın. Ölkələrinin adını, nişanələrini qeyd eləyin ki, hər kəs bir dəfədən artıq buğda almasın. Eyni zamanda yüklərini yoxlayın ki, özləri ilə silah və döyüş sursatı gətirib aparmasınlar. Bu sizin eləməli olduğunuz işlərin və qıtlığa mübtəla olmuş ölkələrin siyasıdır. Siz bir söz deyin, xanım. Onlar məbədi sarsıtmaq istəyirlər. Hətta bizdən buğdanı belə əsirgəyirlər. Mənim əlimdən nə gələ bilər? Onlar saray müşavirələrindəki iştirakıma da mane olurlar. Mənim hüzurumda söhbət eləmirlər. Məni məbədin əsir alınmış cəsuslarından hesab eləyirlər. Əgər məbəd heç olmasa bir neçə aylığa buğda ilə təmin olunsaydı, biz gələn ilin məhsulu ilə məbədi ehtiyacdan qutarardıq. Arxayın olun, 5 ilə kimi yağış yağmayacaq. Buğdadan da heç bir xəbər olmayacaq. Bilmirəm nə üçün Yüzarsifin bütün dedikləri həyata keçir. Bizim ümidimiz həmişə sizə olub, xanım. Axnatunun sarayında təkcə... Amunhotep, eşidirsən? Amunhotep mənim övladımdır. Həmişə də onun adını belə çağıracam. Heç vaxtda həmin gülünc adı dilimə gətirməyəcəm. Çox gözəl, çox gözəl. Amunhotep. Amunhotepin sarayında siz həmişə bizim himayəçimiz olmuşsunuz, xanım. Siz Amunun xadimlərini unutmamalısınız. Mümkünsə bir dəfədə cənab Axnatı bağışlayın, xahiş edirəm. Cənab Amunhotepin yanına gedin. Bəlkə məbədi lazım olan buğda ilə təmin elədi. Yaxşı, gedin. Əlimdən gələni eləyəcəm. Tanrıların qəzəbindən qorx. Amunun qəzəbindən qorx. Amunhotep, əgər Amun qarğış etsə, sən də ambarların da yerlə yeksan olarsınız. Yüzarsif səni aldadır. O bizim hamımızı aldadır. Buraxın məni. Görün bu saray viran olsun. Sən də Yüzarsif də məhv olasınız. Buraxın məni. Buraxın məni. Amunu bundan artıq qəzəbləndirmə. Tiya xanım çox qəzəblidir. Yəqin ki, məbəddən qəfil xəbər eşidib.
Tamamilə doğrudur. Bu xəbərlər kahinlərin nakamlığındandır. Demişdim axı, onlar buğda yığmağa müvəffəq olmayacaqlar. Nə vaxt ki imanımda sizə qarşı azacıq şübhə yaranır, sizin və tək olan Allahın nişanələrini görməklə şübhələrimin yerini möhkəm bir yəqinlik doldurur. Sizin tək olan Allahla əlaqənizin olduğuna qətiyyən şübhəm yoxdur. Bu vaxta qədər biz dəfələrlə Amunun vahid Allahın qarşısında məğlub olduğunun şahidi olmuşuq. Şübhəsiz ki, Əlixmaunun buğda almağa müvəffəq ola bilməməsi onun məğlubiyyətinin başlanğıcıdır. Arzum budur ki, təkallahlıq dinini Misirin rəsmi inancı elan eləyəm. Bütpərəstlik büsatını isə kökündən pozam. Sizi inandırıram ki, həmin gün çox da uzaqda deyil. Bircə məbədin qızıl sikkələri azalana qədər, bir də xalqın onlara inamsızlığı çoxalana kimi gözləmək lazımdır. Yəni həqiqətən elə bir gün gələcək ki, yalançı və saxta tanrı Amunun hökmranlığı sona yetəcək? Allahın istəyi budur ki, tək Allahlılıq bütpərəstliyə və şirkə qalib gəlsin. Allahın bu vədəsi tezliklə həyata keçəcək. Mənim nigarançılığım təkcə Tiya xanımdandır. Çünki o kahinləri sizin hökumətinizin məqsədlərinə qarşı təhrik eləyə bilər. Əgər anam Tiya xanım bu qədər təhlükəlidirsə, biz onu həbs eləyə bilərik. Yox, cənab hökümdar. Onun evdə nəzarət altına alınmağı bizim düşmənlərimizlə təmas qurmaması üçün kifayətdir. Çox yaxşı. Horemhopa deyin gəlsin. Anam Tiya xanım bugündən nəzarət altındadır. Kahinlərlə də görüşünə icazə yoxdur. Nə vaxt istəsə, onu mənim yanıma gətirin. Amma heç kimin onun qəsrinə girib çıxmağına icazə vermirəm. Biz başqa məmləkətlərin tacirlərindən soruşmuşuq. Buğda gətirməyə imkan yoxdur. Onlar deyirlər ki, hətta qonşu ölkələrdə də qıtlıqdır. Elə bizim özümüzdə də buğda yoxdur. Hər kim saxlayıbsa, bu 2 ildə istifadə eləyib qutarıb. Çarəmiz yoxdur. Amun məbədinin minlərlə xadim və kahinini acından qıra bilmərik. Gərək buğdanın dəyərini ödəyək. Amma cənab, məbədin bütün qüdrəti bu xəzinələrdədir. Məbədin bütün qüdrəti onun hamiləri və xadimləridir. Biz onları heç bir halda ac saxlaya bilmərik. İndi buğdanın dəyəri məbədin qızıllarından çox-çox qiymətlidir. Əvvəl-axır xəzinənin bir hissəsindən əlimizi üzməliyik. Gedin xəzinədən qızılla dolu bir qutu gətirin. Məbədin bir neçə keşikçisi ilə buğda almaq üçün Tips ambarlarına yollanın. Buğda almamış qayıtmayın. Görürsünüz ki, biz Yuzarsifin qarşısında məğlubiyyətimizi qəbul eləmək məcburiyyətindəyik. Amma mən vaxtı çatanda Axnatunla Yuzarsifin işini bitirəcəyəm. Tanrılar Yuzarsif'i məhv etsin. Onu görüm Amunun lənətinə düçar olsun. Bu xəzinə Amunun əzəmətinin və məbəd iqtidarının əsasıdır. Görüm Yuzarsif və ağası Axnatun tanrıların qəzəbinə düçar olub məhv olsunlar.
1 2. Bu 2 2. 3 2. 4 2. Rayvanıza 5-2. 15 ki. Azadlıq kağızıdır. Gedə bilərsiniz. 12 növbəti. Görün bu sikkələr od tutub sizi və ambarınızı bir dəfəyə yandırsın. Görürəm ki, bu sikkələr bizi və ambarı yandırmamışdan əvvəl sizə əməlli başlı od qoyub. Bu sikkələr 3000 dibindir. Hə, Belə məbəd üçün 1000 ki. Gedə bilərsiniz. başqaları üçün hər ki bir dibin bizim üçün